Sən AI istifadə etmirsən. AI səni istifadə edir. Bir şey deyim, AI-da problem yoxdur. Problem sənin məhz özündədir. Niyəsi soruşsan, ChatGPT-yə girirsən və yazırsan ki, salam, bu gün nə edə bilərəm? Və çıxırsan. Sən prompt yazmaq bilmirsənsə, AI sadəcə sənin başını qatacaq. Amma prompt yazmaq bilsən, AI sənin üçün elektron kitab yazacaq, PDF hazırlayacaq, kurs mövzusu çıxaracaq və biznes ideyası verəcək. Bu səhifədə sənə bütün bunları addım-addım necə edə biləcəyini göstərəcəm. Prompt yazmaq nədir, necə yazılır, necə düşünür və necə AI-ya tapşırıq verilir. Sualım budur. AI səni idarə edir, yoxsa sən AI-i idarə edəcəksən? Fərq burada başlayır. Prompt yazmaqla. İndi isə rəylərdə üstəgəl yaz, AI ilə gündəlik işlərini avtomatlaşdır adlı PDF-ini sənə göndərim. Səhifəni bəyən, paylaş, izləməyi unutma. Gələcək bizimlə.